Xəzər dənizində suyun səviyyəsi tədricən artır. Hazırda cənubda, Lənkəran istiqamətində bu artım daha çox hiss olunur, hətta gözlə də görmək mümkündür. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, Xəzər dənizinin səviyyə tərəddüdündə növbəti artım hiss olunan vaxt başlayıb. 40-45 sm Xəzərdə qalxmalar hiss olunur bəzi yerlərdə. Lənkəranda meşə kötükləri var idi orada. Onlar artıq yavaş-yavaş su altında qalmağa başlayır. Vaxtı ilə çıxmışdı üzürdə, görsənirdə 35-40 sm qədər. İndi yavaş-yavaş artıq hiss olunur ki, aşağı nisbətən gödək hissələri suyun altında qalmağa başlayır. Bu günlərdə Rusiya mətbuatında Xəzərdə suyun azalmağa davam etdiyi, adaların böyüdüyü barədə məlumatlar yayılıb. Ənvər Əliyev bu kimi məlumatlara da aydınlıq gətirib. Xəzərin cənubu daha çox sulu sahədir. Və bu artımlar orada daha çox toplanırlar və şimal ərazilərdə yerin sivriliyini nəzərə alsaq, şimal ərazidə nisbətən daha dayazlıq olur da. Baxmayaraq ki, Volqa kimi 80-85% suyun bura gətirməyinə baxmayaraq, amma orada az. Şimal hissəsi Qazaxıstan və Rusiya ərazisinə düşür. Əksinə baxanda gərək ki, bərabər payı, əgər müstəvi olsaydı bərabər. Yerin kürəyi şəklində olmağı cənubda daha çox artımı və yaxud da ki, su ehtiyatının daha çox olmağı. Ənvər Əliyevin sözlərinə görə son vaxtlar yağıntıların çox olması dənizdə suyun səviyyəsinin artmasına təsir edib. Ülkər Qasımqızı, Üzeyir Cəfərov, Xəzər xəbər.